Təbii olaraq bizim üçün oyun barəsində uzun-uzadı danışmaq çox çətindir. Məyus edici bir məğlubiyyət oldu, mərhələni keçəmədik. Hər şey göz qarşısındaydı, göz qabağındaydı. Erkən qol, çox sayılı qol epizodları və bu qədər qol epizodların istifadə demək də olmur. Dirəkdən, qapıcı, müdafiəçi. Bəlkə də 3-4 oyuna sığacaq qədər qol epizodu yaratdıq, amma təəssüflər olsun top qapıdan keçmək istəmirdi. Və belə olan halda da çox vaxt baxırsan ki, sonuçta məğlub olursan və bugünkü oyunun da sonu elə oldu. Artıq sanki gedişat onu göstərirdi ki, qol vuramayacaq və rəqib mərhələni keçən tərəf olacaq. Rəqibi təbrik edirəm. Növbəti oyunlarda onlara uğurlar arzulayıram. Biz çox məyusuq. Hər iki oyuna görə mərhələni keçməyə layiq tərəf biz idik, amma təəssüflər olsun ki, iki oyunu da nəzərə alsam çox sayılı qol epizodları və böyük üstünlüyü nəticəyə çevirə bilmədik.